Salam, Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının xüsusi buraxılışını İran-Azərbaycanında baş verən son hadisələrə həsr etmişik. Studiyamızın qonaqları Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmud Əli Çehrəqanlı və Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Babək Çələbiyanidir. Günaz televiziyasının təsisçisi Əhməd Obalı Chicago'dan Skype vasitəsilə proqrama qoşulur. Noyabrın 6-sında İranın dövlət televiziyasında Fitili adlı proqramda Azərbaycan türklərinin təhqir edilməsinə reaksiya olaraq bir sıra şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilib. Bununla yanaşı Azərbaycan vilayətlərinin rəsmiləri İran dövlət televiziyasına etiraz bildirərək proqrama görə üzr istənilməsini istəyiblər. Bu reaksiyalar Fitili proqramının dayandırılması ilə nəticələnib. Lakin Azərbaycan fəalları etirazların davam etdiriləcəyini bildirir. Bu, İran Azərbaycanında 2006-cı ildən sonra ilk dəfədir ki, insanlar belə mütəşəkkil qaydada, mütəşəkkil şəkildə küçələrə çıxır. Bunun səbəbini nə ilə izah edərdiniz? Mahmud Əli bəy, istəyirəm siz cavab verəsiniz bu suala. Xülasə olaraq belə ərz edeyim ki, bilirsiniz, Güney Azərbaycanlılar ya İranda yaşayan Azərbaycan türkləri və genel olaraq bütün türklər, Xorasan türklərini də artırırıq, düşmənləri də, Qaşqay türklərində təqribən 40 milyon nüfusları var. Bunlar Qacar Türk İmparatorluğu devriləndən sonra Rus və İngilisin işbirliyi ilə və Pəhləvi rejimin iş üstünə gəlməsi ilə tamam əyar, yəni %100 mükəmməl bir sistemdə mənfi assimilyasiyona məruz qalıblar. Və müxtəlif bürhələrdə və aşamalarda, məsələn 1918-20 Xiyabani qiyamında, 1945-46 Pişəvəri hərəkatında və 1979-80 Xalq Müsəlman hərəkatında millət qiyam edib, qalxıb və etirazlarını bildiribdir. Və bunların hamısında, öncə bunu deyim, bunların hamısında bu hərəkətlər bahis olub ki, o negativ, dərin assimilyasiyonun qarşısı alınsın və millətimiz milli və siyasi cəhətdən müntəbəh, intibahlandırılsın və maarifləndirilsin və bilgiləndirsin. Bunu yeni dönəm bilirsiniz, 1995-də Təbrizdə məclis seçkiləri ilə başladı və 20 ildir bu davam edir. 20 ildir bu davam edir və millətimiz müxtəlif etkinliklərdə, müxtəlif törənlərdə, mərasimlərdə öz qəbulun ya rəddin, etirazın bildiribdir. Bilirsiniz, bu hadisə ki, yeni olaraq baş verdi, İran dövlət televizyonunda, İranda qeyri-dövlətli televizyonumuz yoxdur. Hamısı bunların dövlət televizyonlarıdır və dövlət televizyonlarında başında duranı sərəfrazdır. Sərəfrazı kim seçər? Vəli-i fəqih, yəni dini lider, Ay Xamneyi seçər. Və şiddətlə də kontroldadır bu televizyonlar, bilirsiniz. İran rejimi, biz içəridə olmuşuq, bilirik. İnanılmaz səviyyədə, yüksək səviyyədə televizyonlara önəm və əhəmiyyət verir və kontrolda saxlır. Belə bir hadisə məncə normal bir hadisə deyil, doğal və təbii bir hadisə deyil, bilərəkdən bir hadisədir və Azərbaycanlıların reaksiyasını, təpkisin, əks-eləməli nə olacaq, onu ölçməyə çalışırlar. Aya bu millət 100 ilə yaxındır, ən ağır və dərin negativ assimilyasiyona məruz qalıb, ölüm halındadır, yox olub, yəni təpki vermir, ya diridir, həyatdadır, yüksək səviyyədə milli və siyasi şuura malikdir və vaxtında və zamanında eləyə bilir, etirazın və təpkisini bildirsin. Bu, Fitilə dediyiniz uşaqlar proqramında bilərəkdən, orada birisi deyir, biz Azəriyiz, biri deyir, mən Loram, biri deyir, mən Ciləkəm. Bunlar üçü, bu tipdə bir uşaqlar proqramı olmaz. Sən tualet fırçası ilə hangi uşağa dərs verməyə çalışırsan, hangi uşağa tərbiyə və əxlaq öyrətməyə çalışırsan. Hər halda bir inanılmaz, əxlaqsızcasına, tərbiyəsizcəsinə qeyri-insani bir hərəkət idi. Millətimiz də bunu, bilirsiniz, bugün dünya dəyişilibdir. Bir hadisə dünyanın hər yerində olsun. Həmən o 24 saatın içində dünyanın hər yeri ondan xəbərdar olur. Millətimizin də hamısının xəbəri oldu. Bu millətimizin milliyyətinə, bu millətimizi millət eləyən unsurlara, bu millətimizi insan eləyən unsurlara, yəni onun tarixinə, hüviyyətinə, kimliyinə, kültürünə, dilinə, ədəbiyyatına, muzikinə, adab-sünə və ənənələrinə böyük bir ihanət, tohin, təhqir və aşağılama idi. Millətimiz bunu
sezdi, təşxis verdi və şiddətlə məhkum elədi və məhkumiyyət davam edir. Və mən indi bir sual da vermək istəyirəm. Yenə 2006-cı il hadisələrinə qaydaq. O hadisələrlə son günlər baş verənlər arasında nə fərq var? Və o vaxt hansı nəticələr əldə edildi və bu dəfə hadisələrdən hansı nəticələr gözlənilir? Buyurun Əhməd bəy. Təşəkkür edirəm Dilşad xanım, Sayın Zəhriqani bəyə, Sayın Babək bəyə salam ərz edirəm, böyük millətimizə salam ərz edirəm. 2006-cı ildəki hadisələr bildiyiniz kimi yenə də millətimizə qarşı olan bir təhqir nəticəsində idi. İranın rəsmi ruznaməsi, qəzeti, İran qəzetində Azərbaycanlıları hamam böcəyi tualetə atmışdılar və tualet yedirdirdilər. Bu ildəki isə yenə də millətimizə təhqir edərək tualet fırçası ilə millətimizin ağzına qoymaqla təhqir olunur. Fərqlərə baxanda 2006 ilə indiki hadisələr dövlət tərəfindən fərqi yoxdur. Eyni siyasət davam edir. Millətin reaksiyonu və ya əksləməlinə baxanda isə fərqlər vardır. 2006-da uzun sürət sürdü. Yəni təxminən bir neçə gündən sonra əksül əməllər və ya reaksiyonlar başladı. Öğrenci hərəkatından başladı, üniversitelərdən başladı. İndi isə hadisədən dərhal sonra əksül əməllər, etirazlar başladı və millətin tərəfindən, hətta bu dəfə deyə bilərik ki, öğrencilərimiz və ya tələbələrimiz millətdən daha sonra etiraza başladılar. Yəni əməli olaraq etiraza başladılar. Millətimizin oyanması çox aydıncasına bu hərəkatda görsənir. 2006-dan daha fərqli olaraq millətimizin bu dəfə bütün qişkiləri, bütün təbəqələri, sinifləri etiraz elədilər. O cümlədən o qədər etirazlar güclüydü ki, İran rejiminin içində olan məmurların da bir iddəsi etiraz elədilər. O cümlədən millət vəkilləri və Xameneyinin nümayəndələri, Azərbaycanın müxtəlif şəhərlərində olan nümayəndələri, ustandarlar, yəni vilayəti idarə edənlər millətə qoşuldular. Fəallar və hüquq müdafiəçiləri onlarla insanın həbs olunduğu haqda xəbər verir və biz bilirik ki, İran qapalı bir ölkədir və orada məlumat almaq çox çətindir. Son məlumatlar nədən ibarətdir? Küçələrə kimlər çıxıb? Bu insanlar kimdir? Bunun sosial komponenti nədən ibarətdir? Və həbs olunanlar kimlərdir? Buyurun Babək bəy. Salam Dilşad xanım və əziz Mahmud Əli bəy Ceyreqani və Əhməd bəy Obalıya da salam ərz edirəm. Bilirsiniz ki, bu olayda, yəni İranın 2-ci kanalındakı tohunundan sonra biz sadəcə 24 saat içində Azərbaycan Milli Hərəkəti və Azərbaycan siyasi təşkilatları olaraq bir qərara gəldik ki, bu məsələyə etiraz edək. Və bilirsiniz ki, dünyanın ən güclü orduları 48 saat zaman lazımdır ki, özlərim savaş üçün hazırlasın. Və Azərbaycan Milli Hərəkəti keçən 20 ildə o qədər təcrübəyə sahib olubdur ki, eləyə bilirlər ki, 24 saat içində Güney Azərbaycan xalqını, millətini səfərbər eləsin və bu təhqirləri və bu ihanətləri reaksiya göstərsinlər. Burada baxdığımızda etirazlara sadəcə Azərbaycan milli fəalları, Azərbaycan Milli Hərəkətinə mənsub olan insanlar deyil. Bütün Güney Azərbaycan toplumunun içində olan insanlar, istər işçisindən, fəhləsindən, öyrətmənindən, müəllimindən və bütün siniflərindən, o ki, Əhməd bəy və Dövtü bəy Çehriqan da buyurdular. Bu məsələdə bəzən görürük ki, İran dövlətinin içində olan Azərbaycan kökənli məmurlar, bir sıra millət vəkilləri də bu məsələyə ilk başdan etiraz elədilər və öz təpkilərini ortaya qoydular. Bəzən Xameneyin öz nümayəndələri də bəzi şəhərlərdə bu məsələyə etiraz elədilər. Biz baxmayaraq ki, Azərbaycan Milli Hərəkəti və siyasi təşkilatları xalqımızdan istədi çox dinc şəkildə bu məsələyə etiraz eləsinlər. İnsanlarımız mədəni şəkildə çıxdılar xiyabanlara, öz etirazını çox dinc şəkildə göstərdilər və baxmayaraq, bunların hamısına baxmayaraq ki, Azərbaycan Milli Hərəkəti çox sivil və mədəni bir hərəkətdir və öz etirazlarını hər zaman dinc şəkildə göstərmək istəyirlər, bəyan etmək istəyirlər ki, təəssüflə İran İslam Respublikasının polis qüvvələri və əmniyyəti qüvvələri bəzi şəhərlərdə insanlarımıza qarşı şiddətlə rəftar elədilər, şiddətlə davrandılar. Yaralılar vardı, bir çox sayda tutuklanan vardı. Özəlliklə
Urmuda, Ərdəbildə və bu günləri 18 nəfər adı bəlli olan Əhər şəhərində tutuqlanıbdır və tutuqlanmalarda mən belə təxmin edirəm davam edəcək. Buracan bəlli bir istatistikamız, bəlli bir amar əlimizdə yoxdur ki, neçə nəfər tutulub və tutulanların sayı o cür ki, milli fəallardan və aktivistlərdən aldığımız məlumata görə çoxdur. Və bu günəcən o qədər ki, Məhəmməd 200-ə yaxın insanın, tutuqlanan insanların adları bəlli olubdur. Amma biz təxmin edirik ki, tutuqlanmalar bundan daha çoxdur. Amma xoşbəxtliklə 2006-dan və 2015-i müqayisə elədiyimiz zamanda şəhidimiz yoxdur. Və bu onu göstərir ki, İran İslam Respublikası da gərəkən dərsi alıbdır. Azərbaycan milli hərəkətinə qarşı davranışları, rəftarları müqayisə elədiyimizdə 10 il bundan qabaqdan çox fərqlidir. Bu da Azərbaycan milli hərəkətinin gücün, Azərbaycan xalqının gücünü göstərir. Mahmud Əli bəy, sizə bir sualım var. Rəsmilərin və Azərbaycan vilayətinin rəsmilərinin öz etirazlarını bildirməsi nə deməkdir və bu nə dərəcədə mühümdür? Onlar da öz səslərini xalqa verirlərmi, xalqa qoşulurlarmı? Bu prosesdə hansı rol oynayır? Xeyr. Belə arz edeyim ki, 100 il bundan öncə qurulan İran türklərinin üstündə qurulub. Yəni, binövrə xım qazılıb, 40 milyon türk binövrədir, xımdır, fondasyondur, Fars şovinist rejimi də onun üstündə qurulubdur. Ya bir ayrı misal ərz edeyim. Baxırsınız bu western filmlərini, qatarlara. Orada daş kömürlər var. Məmurlar durub, qatar gedir və tüstülüyə, bəzi məmurlar daş kömürü atırlar bu ocağa. O yandıqca güc verir, enerji verir və o qatar irəliləyir. İnanın ki, İranda dövlət o daş kömürləri atandır. Azərbaycanlıları daş kömür ediblər. Azərbaycanlının hüviyyəti, tarixi, geçmişi, bütün onu millət eləyən unsurları, o daş kömürlərdir. Canı malı, daş kömürlərdir. Nə zaman İran düşüb təhlükəyə, müxatiriyə, Azərbaycanlılara ey şərəfli türk evlatları, ey hətta qəhrəman Səttarxanın torunları, nəvələri, ey qeyrətli, cəsarətli, şərəfli Azərbaycan türkləri, vətən təhlükədədir. Çəkir bunları cipiyə. Məsələn, İran-İraq müharibəsində 300 min Güney Azərbaycanlı canını verdi, şəhid oldu ya Qazi, Canbaz və Əlil oldu. Ona görə Azərbaycan məsələsi, Azərbaycan türklərinin istədiyi kimi həll olursa, İran rejimi bitmişdir. İran rejimi yoxdur. Yəni, Azərbaycan türkləri 35 milyon yüksək səviyyədə milli və siyasi şuura malik ola, təmiz və təşxis qüvvəsinə malik ola. Təmiz təşxis nədir? Ərəbcə. Sezmə, seçmə. Yəni, dostun əvvələn özünü tanıya, bu bir. Onu millət edən unsurları tanıya, bu iki. Onları mənimsiyə, üç və təəssüb ola. Yəni, dilinə təəssüb olmalıdır. Tarixinə təəssüb olmalıdır. Qəhrəmanlarına təəssüb olmalıdır. Milli varlığına genel olaraq təəssüb olmalıdır. Və dost düşmənin tanıya. Öz haqlarını bilə, onun haqlarını əzənlər tapdalayanlar tanıya, dostların tanıya. Əgər Azərbaycanlı belə olursa, eləyə biləcək öz müqəddəratını əldə eləyə. Eləyə biləcək özü öz toprağına, vətəninə, millətinə, maddi, mənəvi varlığına sahib ola. O zaman İran, Fars, faşist, şovinist imperatorluğu bitmiş deməkdir. Ona görə düzdür bunlar Azərbaycanlılardır. Amma inanın ki, ən radikal, ən faşist bir ırqıcı Farsdan da Ayətullah Müştəhir Şəbistəri ki, Vəli fəqihin nümayəndəsidir Təbrizdə, o daha ırqıcıdır, daha şovinistdir. Yəni, daha Azərbaycan düşmənidir. O Azərbaycanı sevir ki, Azərbaycanlı hamısı əskərdir, ya daş kömürdür. Sərf olunacaq İslam və Farsın uğrunda. Azərbaycanlı bir depodur. Can və mal deposudur. Nə zaman lazım oldu İslam və Farsın ehtiyacı oldu, ondan xərcləməlidirlər. Və özləri ayaq üstə qalmalıdırlar. Amma Azərbaycan oyanırsa,
qalxırsa, mübarizə aparırsa, öz müqəddəratını əldə edirsə, öz gələcəyini özü təyin edirsə, bitmiş deməkdir. Ona görə sizin sualınızın cavabını indi verəcəyim. Yarım dəqiqəyə. Azərbaycana ən radikal, ən aşırı faşist insanları hakim eləyiblər. Bütün məscidlərin imam cümələri, imam cəmaətləri məxsusdur, özəldir. Rejimə şiddətlə bağlıdırlar. O şəbistəri kimin? İranda onlar imam cümə var. Şəbistərlidir, Güney Azərbaycanlıdır. Amma onun kimi anti-Türk və anti-Azərbaycan bir şəxsiyyət imam cümlərin içində bizim yoxumuzdur. Və bütün millət vəkilləri, siz kimlərdilər? Hamısı Sipah və İttilaatın komandanlarıdır. Yəni 20 il qabaq, 15 il qabaq, 10 il qabaq, 5 il qabaq Sipahın, Cəhadın və İttilaatın, yəni gizli servisin müdiri kurullarıdır, küllü müdürləridir, rəisləridir. Əməkli olublar, bazışəst olublar, bu günlər Təbrizdən aday olurlar, namizd olurlar, Təbrizin millət vəkilləridir. Millət vəkilləri bulardır. Ustandar, vali bulardır. İmam cümə də odur. Ona görə Azərbaycanda təqribən fiziki cəhətdən çox hiss olunmaz, güclü bir nizami, əskəri hökumət Azərbaycanda hakimdir. Bu qədər. Son günlərin hadisələri göstərir ki, insanlar öz tələblərini irəli sürmək üçün küçəyə çıxmağa qorxmur, hazırdılar. Bu tələblərin əsasında Azərbaycanlıların uzun illərdir irəli sürdüyü dil və mədəni hüquqların təmin olmasıdır. Və son günlər səsləndirilən tələblər arasında Azərbaycan türkçəsinin dövlət dili olması ilə bağlı tələb xüsusilə vurğulanıb. Azərbaycan türkçəsinin İranda rəsmi istifadəsi nə dərəcədə mümkündür? Buyurun, Əhməd bəy. Dilşad xanım, İran dediyimiz bir məmləkətdir ki, ırqçılıq üstündə siyasətinə devam edir. Dövlətlər son yüzilin içində hakimiyyətlər ırqçılıq üstündə siyasət yürüdürlər, yaradırlar və onlardan sonra gələn dövlətlərə özlərindən daha qəliz ırqçılığı miras və ya qoyub gedirlər, necə deyək, hədiyyə qoyub gedirlər. Onun üçün də İranda bu siyasət devam etdiyi zaman mən inanmıram ki, Azərbaycan türkçəsi orada hətta məmləkətin hamısında olmasa belə öz əyalətimizdə, öz ustanlarımızda, vilayətlərimizdə də rəsmi olmayacaq. Ondan əlavə mən deyim ki, İran rejiminin anayasasında yazılan 15-ci maddədə bizim dildə, ana dilimizdə dərs oxuma hüququmuz vardır. Ona belə icazə vermirlər. Bir yerdə ki, anayasasının 15-ci maddəsinin icrasını tələb etmək günah sayılır, o məmləkətdə ana dilimizin rəsmi olmasından danışmaq və ya ona ümid bağlamaq çox-çox çətindir. Ola bilər o zaman ki, dövlət rəsmən siyasətini dəyişdirsin. Irqçılığa, nəcəpərəstliyə və ya rasizmə son qoysun. Onu qoya, o siyasətə çatarsa, bəlkə ümidimiz ola bilər. Hələlik o ümid yoxdur. Mən istəyirəm, Babək bəy, siz bir qədər sosial medianın rolundan danışasınız. Bu hadisələrdə sosial medianın rolu nədən ibarət oldu? İnsanlar sosial mediada necə istifadə edirlər? Bilirsiniz, İran kapalı bir, bağlı bir ölkədir. Orada internet o qədər güclü deyil. Amma bunlara baxmayaraq son 6 ayda ya son 1 ildə baxdığımızda orada telefonlarda sosial media, özəlliklə Telegram kimi sosial media insanların arasında çox yaygın kullanan bir sosial mediadır. Bizim təəssüflə sadəcə bir Günas TV varımızdır. Bir sıra web saytlarımız vardı və insanlarımıza ulaşmağımız o qədər də rahat deyil. Baxmayaraq ki, indi 21-ci əsrdir, dünya bütün internetlə uğraşır, yəni internetə əlləri var, amma İranda o qədər bu yaygın deyil. Amma indi yeni nəsildə əl telefonlarında, mobillarda yeni applicationlər, özəlliklə Telegram və başqa saytlar bu məsələdə bizim üçün çox yardımcı oldu, bizim üçün çox kömək elədi. İnsanlar anında o protestada, aksiyadan bizə xəbərlər göndərirdi, canlı şəkildə bizlə danışırdılar, şəkilləri çəkib göndərdilər, videolar göndərirdilər. Bu göstərir ki, Azərbaycan gəncləri yeni modern
vəsilələrdən, alətlərdən və sosial şəbəkələrdən öz amaçları üçün çox yaxşı istifadə edirlər. Keşkə bu sosial media daha genişli və ətraflı olsaydı, etirazların qapsamı bundan da daha güclü olardı və umud edirəm ki, bugün bizim xalqımızda başqa gəlişmiş insanlar kimi, başqa gəlişmiş ölkələr kimi bu cür sosial medialara, internetə və başqa dünya xalqları istifadə edən vəsilələrdən onlar da istifadə edə bilsin. Mahmud Əli bəy, bu hadisələrdən gözləntilər nədir? Nəticələr nə ola bilər? Mən geçən sualın o bitişinə görə naqis qalmasın deyə 2 cümlə ərz edeyim. Sonra sizin bu sualınıza cavab verin. Buyurun. Ona görə dediniz bunlar gəlirlər, olurlar, qatılırlar ya dostlarımız, əziz Əhməd qardaşımız və Babək qardaşımız buyurdular. Gəlirlər, qatılırlar. Amma hamısı yoxlamaq üçün, izləmək üçün, film çəkmək üçün, əks salmaq üçün və o əsas dəstəbaşlığa tanımaq üçün. O ən aktivistləri, hərəkətçiləri tanımaq üçün və görürsünüz ki, tutuqlamalar başlayıbdır. İlk 1 gün, 2 gün, 3 gün tutuqlama çox az ya da yoxdur. Amma bunun sayısı dünən və bugün çoxalıb və mən fikirəm ki, davam edəcəkdir. Yəni nifaq, hamısı ikiyüzlülükdür, nifaqdır. Millətə qoşulmaq yoxdur. O zaman ki, görür bir dənə universitetdə 5000 öğrenci var, tələbə var. Bunun 4000 nəfəri Azərbaycanlıdır, 4000 nəfərin 3700 nəfəri qatılıb protestoya. Oradan bəli, o ruhani də, o axund da, o mulla da ki, orada vəli fəqihin nümayəndəsidir, yeni qatılırlar ki, mən də sizinləyəm. Yəni, bu Cumhuri İslami, bu Ayətullah Xamneyi, bu vəli fəqih sizin qarşınızda deyil, sizin yanınızdadır. Bizcə bu sədaqət deyil, bu nifaq və riyakarlıqdır. Amma sualınız bir daha da buyurun ki, mən kamil cavab verə bilim. Siz bu hadisələrdən nə gözləyirsiniz və bunun nəticəsi nə ola bilər? Baxınız, vaxt çox azdır. Mən eləyəmirəm, yəni bir dilçi olaraq, bir ədəbiyyatçı olaraq danışmaqda problemim yoxdur. Cümlə düzəltməkdə də problemim yoxdur. Amma o gerçəyi, o varlığı, o hadisəni kəlmələrə töküb, kəlmələrə cümlələr düzəlib, paragraf verib sizə deməkdə mən zor çəkirəm. Biraz vaxtımız keşke çox olardı. Güney Azərbaycan dünyanın ən məzlum bölgələrindən birisidir. Və orada yaşayan 35 milyon Azərbaycan türkü ən məzlum insanlardır. Bunun heç kəsi yoxdur. Siz baxın bir arazinin o tayına, bir Güney Azərbaycanlı hərəkətçi arazinin o tayına sığınsa öldürərlər. Sınırdan geçərsən öldürərlər. Və sən nəzür qardaşsan. Gəlirsən burada deyirsən ki, mən 50 milyon Azərbaycanlıların prezidentiyəm. Və sənin 50 milyonun bu 35 milyonudur. Bu 35 milyon ən ibtidai və ən ilkin insani haqdan məhrumdur. Utanırım mən bunu deyəm. Bu Amerikada və Avropada heyvanların sahib olduğu haqlara bizim millətimiz belə sahib deyil. Və sənin qardaşın orada bir heyvan kimi görünmür, heyvan kimi sayılmır, heyvan kimi tanınmır, heyvan kimi dəyər verilmir. Sənin bəniyə aksiyaların yox, sənin bəniyə etirazların yox, sən bəniyyət Birləşmiş Millətlərdə buna etiraz eləmirsən. Sənin televizyonların xəbərləri yaydı mı? Yaymadı. Medya bunu yaydı mı? Yaymadı. Millət töküldü mü xiyabonlara? Tökülmədi. Bu doğru deyil. Biz bunu qınıyırıq. Bu ne Türkiye? Bizim kimimiz var buradan sonra? Gürcistan durup bize arka duracaq. Ermənistan, Ərəblər, Pakistan, Əfqanistan, Hindistan, mən bilmirəm, hara bizə arka duracaqdır. Heç kəsimiz yoxdur. Heç kimimiz yoxdur. Türkiyəyə də bir hakimiyyət iş üstündədir ki, mən ödədiklərini deyirəm. Rəcəb bəy Tayyip Erdoğan deyir ki, biz Türk milliyyətçiliyini, yəni Türk'ü sevməkliyi ayağımızın altına almış bir iktidarıq. Bir ümmətçi və ərəbçi bir hakimiyyət iş üstündədir. Heç kəsimiz yoxdur. Yalqız tək başımıza dünyanın ən güclü və təpədən dırnağa müsəlləh olmuş, silahlanmış bir devləti. Ən aşırı və radikal dövlətlərin birisi ki, heç rəhm eləməz. Mən görmüşəm onları. Dostlarımız görüblər. Təbriz və Tehran'ı görmüşəm. Tutur başımı çalır daşlara, duvarlara. Zopa ilə, dəmir ilə, təpi ilə, yumruq ilə, müxtəlif işgəncələr ilə uşaqlar zülm altındadır. Bunlara yardım edən yoxdur, bunlara dəstək verən yoxdur, bunlara arxa duran yoxdur. Hər halda millətimiz
Eşq olsun bu millətə. Eşq olsun bu hərəkətçilərə. Bunlar 20 ildir mübarizə aparırlar. İran rejimin tanıya, onun gizli servisini bilə-bilə, onların qəddarlığın, vəhşiliğin, insafsızlığın, vicdansızlığın, rəhm etməz bir mövcud olmaqlığın bilə-bilə tökürlər mübarizə aparırlar. Bu millət uyanıbdır, günü-gündən daha da uyanışının səviyyəsi yüksəlir, buna heç bir haqq verməyəcəklər, heç kəs gəlib bunu qurtarmayacaq, qalxmalıdır, mübarizə eləməlidir, can və mal bağışlamalıdır, özgürlük uğrunda, azadlıq uğrunda istir bir 500 min Bəhreyinli kimi ki, Birləşmiş Millətlərdə Bəhreyni təmsil edir, bayrağı var və bir millətdir, bir dövlətdir, bir ölkədir, orada söz sahibidir, rəy haqqı var, laəqəl ən az onun kimi ola, mübarizə aparmalıdır, savaşmalıdır, qorxmamalıdır, can verməlidir, qan verməlidir. Azadlıq çox bahalıdır. Azadlığın bədəli var. Bədəli can və qandır. Bundan da mübarək nə ola bilər? Rejim baxınız, Əhməd bəy işarə elədi, Babək bəy işarə elədi. Rejim niyə qorxur? Öldürənmir bu dəfə şəhidimiz çox olmadı. Mühəndis Əmanini, Güney Azərbaycan Milli Oyanış Hərəkatının ilk genel başkan yardımcısını, 3 qardaşıyla birlikdə, yəni 3 qardaşıdırlar, gəlirdilər Şəreybədən Əhərə. Bunları bir döngədə və dönəmdə Salı Supahın yük aparan trellərinin mühasirəsinə və dərənin dibə göndərdi və bunları şəhid elədi. Və adın qoydu ki, bir kiçik təsadüfdür, bir kiçik otomobil qəzasıdır. Amma milli hərəkətçilər içəridə və eşikdə əl-ələ verdilər və onu bir şəhid ünvanında bunu qəbullədilər, alqışladılar və yüksəltdilər və bu günlə Mühəndis Əmani millətimizin bir milli qəhrəmanına çevrilmişdir. Rejim bunu anlayıb ki, öldürürsə, şəhadət satdırırsa, hərəsi bir qəhrəmandır. Biri öləcək, yıxılacaq, düşəcək, ondan yüzləri, minləri dirilib qalxacaq. Buyurun lütfən. Mən baş verənlərlə bağlı beynəlxalq reaksiya haqqında sual vermək istəyirəm. Əhməd bəy, beynəlxalq reaksiya cüzidir. Bunun səbəbini nə ilə izah edirsiniz? Dilşad xanım, beynəlxalq reaksiya 2006-ya baxanda bu dəfə biraz yaxşıdır. O cümlədən, məsələ New York Times, Associated Press kimi mötəbər mənbələr bu aksiyaları birinci gün təxminən 4 saat içində yaya bildilər. 2006-da isə günlər çəkdi beynəlxalq mətbuata çatması. Bu səfər məsələ Türkiyədə keçmiş 2006-dan fərqli olaraq bir çox qəzetlərdə və televizyonlarda, o cümlədən Türkiyənin rəsmi televizyonunun 2 kanalında, həm TRT Avazda, həm TRT Türkdə bildiyimiz qədər bu haqda məlumat yayılıbdır. TRT dünyada da, World'da da xəbəri yayılıbdır. Avropanın bir çox şəhərlərində, qəzetlərində, o cümlədən Deutsche Welle'nin öz özəl proqramında bu haqda məlumat yayıldı. Və əlavə olaraq mən deyim ki, bu hadisədən hələlik 4 gün keçir və bu hadisə hələ getdikcə davam edir. 2006-da bir həftədən sonra məlumat yayıldısa, biz bu 4 günün içində 2006-dan daha çox reaksiyona şahid olmuşuq. Siyasi cəhətdən nə qədər bu mətbuatda yayılmaların təsiri olacaq, onu gözləyib hələ daha sonra qərar verməliyik. Mən fikir edirəm ki, düzdür, mətbuatda və beynəlxalq məkanlarda olan bu reaksiyonlar bəlkə güneydə olan hadisələr uyğun deyil, düzdür sayılır. Amma 2006-dan fərqli olduğuna görə, daha müsbət olduğuna görə ümid edirik ki, siyasi tərəfdən də bunun, bu hərəkatlarımızın təsirini biz görəcəyik, müsbət mənada görəcəyik. Çox sağ olun Əhməd bəy, təşəkkür edirəm Mahmud Əli bəy, çox sağ olun Babək bəy. Proqramımız bununla sona çatır. Siz Vaşinqtondan Amerika İcmalı proqramının İran-Azərbaycanında son hadisələrə həsr edilmiş xüsusi buraxılışını izlədiniz. Proqramın qonaqları Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmud Əli Çehrəqanlı, Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Babək Çələbiyani və Günəş Televiziyasının təsisçisi Əhməd Obalı idi. Xatırladıram ki, siz hər həftə efirə çıxan proqramlarımızı Amerikanın Səsinin Facebook və Twitter səhifələrində,
Habelə Azərbaycan xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşədək.